Hamınızı salamlar dostlar, mən Hüseyin. Bu günlər sizlərlə birlikdə yepyeni bir videoda qarşınızdayım. Uşaqlar, bu günləri başlıqda gördüyünüz kimi PSP, PES 2014 və FIFA Street 2 oyunlarının yüklənməsi və qurulumunu sizlərə göstərəcəm. Dostlar, keçən dəfə FIFA Street 2 oynadığım oyununda, videosunda daha doğrusu bildirmişdim ki, əgər o videoya 10 like gəlsə, FIFA Street 2-nin qurulumu gələcək. Siz də bu 10 like atdınız və mən də həm FIFA Street 2-nin, həm də PES 2014-ün qurulumunu və indirilməsini sizlərlə paylaşacağım bu günləri. Dostlar, sizlərə bir pis xəbərim var. Artıq bu kanalda, bu müddətdə, yəni hardasa yeni cihaz alana kimi UFC 5 oyunu videoları gəlməyəcək. Niyə? Çünki mən öz kariyer modamda kəməri götürdükdən sonra, İslamın əlindən kəməri götürdükdən sonra save datalarda nəsə qarışdı. Save datalara daxil oldum, baxdım, sonra gördüm ki, error verir oyun. Sildim save dataları, sildim ümumiyyətlə mod uzadı, hər şeyi sildim. Sonra təzədən hər şeyi yüklədim ki, artıq videolarımda paylaşa bileyim. Hər şeyi sildim, hər şeyi təzədən yüklədim, amma oyun açanda yenə də error verdi. Mən də məcbur oldum UFC 4 hətta 4'ü belə yoxladım, yenə də error verdi və mən də artıq bu qərara gəldim ki, bu kanalda artıq UFC 5 videoları gəlməyəcək. UFC 2010 oynaya bilərəm, amma UFC 2010'da yəni heç maraqlı deyil, çox yəni heç giriş ekranı belə yoxdur, yəni nə bilim o hakimlər belə yoxdur. Ona görə çox maraqsızdır, şərhçi belə yoxdur, yəni o qədər sıxıcıdır UFC 2010. Ancaq qalibiyyət var. Kariyer modada sıxıcıdır. Kariyer modada artıq danışıqlar falan, kəmər belə yoxdur kariyer modada. Buna görə yəni mən artıq UFC oyununu paylaşmaq istəmirəm. Uzun sözü qısası dostlar, sözü çox uzatmadan siz kanalıma abunə olub videoya da like atarkən biz də keçək oyunları indirilməsinə sizə göstərməyə. Buradan daxil olursunuz dostlar Google'a. Google'a daxil olduqdan sonra dostlar, bir dəqiqə. Google'a girdikdən sonra birinci FIFA Street'in yüklənməsini göstərəcəm. Geri dönək ki. Google'a gir. Google, daxil olaq Google'a. Google arama bölməsinə birinci PSP, PES, daha doğrusu birinci PSP FIFA Street'i sizə göstərəcəm. Bir dəqiqə. Ara. PSP Rooms yazırıq dostlar. FIFA Street'i yükləmək üçün. Baxın yadırdan. FIFA Street'i yükləmək üçün PSP Rooms'a daxil oluruq. PSP Rooms'da buradan ikinci gördüyünüz Rooms Games'dən PSP PES'i də yükləmək olar. Amma orada türk dili yoxdur. Yəni ona görə yəni mən türk dilində oynadığım üçün heç ingilis dili, heç fransız dili, rus dili heç biri yoxdur. Ancaq ingilis dili və portugal dili var. Mən də buna görə buradan sadəcə FIFA Street'i yükləyirəm. Yəni baxın buradakı PES Soccer 2014'ü yükləməyin. FIFA Street'ə daxil olaq. Yükləyəcəyik təbii ki də. FIFA Street'in 200 megabaytlığını da yükləyə bilərsiniz. FIFA Street 2 Lakin İngiltərədən bir yana Rus dili olan FIFA Street'i yükləmək istəyirsinizsə 1.47'lik axtarış yerində 1.47 GB oyunu da yükləyə bilərsiniz. Mənə heç o ehtiyac yoxdur. Ona görə 200 megabaytlıq olan FIFA Street'i yükləyirəm. Çünki ingilis dilində oynadın, fransız dilində oynadın. Yəni əksinə fransız dili falan daha da pisdir. Gördüğünüz gibi Your Development Started bastı. Save Game'e bastıktan sonra FIFA Street burada mən də zaten yüklədiyim üçün yenidən yükləmirəm. Gördüğünüz gibi orada Save Game'e basırsınız. Dosya indir. Ondan sonra FIFA Street'i yüklədik. İndi PSP PES 2014 necə yüklənilir? İçərisində həm türk dili var, həm ingilis dili var, həm fransız dili, həm ispan dili, hamısı var. Amma digər həmin o Rooms Games'dən yükləsəniz elə olmayacaq. Ona görə mən yazıram bura PSP PES 2014. Axtarış yerinə yazdıqdan sonra sizə belə bir şey çıxır. Aşağı düşürsünüz. Burada ROMs.com'un gördüyünüz PES 2014 Pro Evolution Soccer Room var. Bura basırsınız. Bizi bura göndərir və burada gördüyünüz aşağıda Development Room'a basırsınız. Qırmızı rəngdə olan Development Room.
Buna bax. Gördüyünüz kimi bizi bura. Burada gördüyünüz kimi mən bir digər videoda İspanyol Portuqaliya olanı yükləmişdim. Rooms Games'dən bu dosyanı yükləmişdim. Baxın aşağıda gördüyünüz ikinci dosyanı yükləmişdim. Amma orada türk dili yoxdur. Gördüyünüz baxın bu aşağılarda da türk dili yoxdur. Sadəcə bir dənə yuxarıdakı Pro Evolution Soccer birinci olan PES 2014 aşağıda yazılıb. Avropa mütərizə içərisində N, Norveç, Sweden, yəni İsveçrə, Niderlandiya, Rus dili və türk dili. Mən bunu üstünə qırmızı dosyanın üstünə basırıq daha doğrusu. Gördüyünüz kimi bizə repaying your download please wait 1 second və gördüyünüz kimi download no 985 megabaytlığa basırsınız və buradan indirirsiniz. Mən də indirdiğim üçün təkrar indir yazır. Mən təkrar indirmirəm. İndirdiniz hər şeyi, hər şey artıq hazırdır. Zartrevi Google Play'dən, daha doğrusu Play Market'dən yüklədiniz mi Zartrevi və PSP'ni zaten bunu yükləməlisiniz. Bunu yükləməsəniz heç bir şəkildə olmayacaq. Zartrevi və PSP'ni də Play Market'dən yüklədikdən sonra Zartrevi daxil oluruq. Zartrevi daxil olduq. Burada gördüyünüz kimi Dobland daxil oluruq. Burada PES 2014 və FIFA Street dosyalarımız görürsünüz ki buradadır. Biz birinci PES 2014'ün qurulumunu göstərəm. Burada PES 2014'ün sadəcə bir dəfə toxunursunuz. Görüntülüyə basırsınız. Burada gördüyünüz bu dosya var. Baxın belə bir dosya var. Bunun üstünə basıb saxlayırsınız. Kopyalayırsınız. Sonra gəlirsiniz cihaz almışsınız. PSP dosyanız əgər burada varsa, yəqin ki əgər PSP-ni təzə yükləmisinizsə, bu dosya burada olmayacaq. Varsa əgər içərisindəki game dosyasının içərisinə yapışdırırsınız. Əgər yoxdursa, o zaman gəlirsiniz ən birinci, burada PSP dosyası yoxdursa, yəni gördüyünüz kimi baxın belə vəziyyətdədirsə, yəni burada PSP dosyası yoxdursa, yeni klasör yaradırsınız. Baxın, yeni klasör yaradırsınız. PSP. İçərisinə də yaradırsınız. Yeni içərisinə də Ondan sonra əgər burada PSP dosyası yox idisə, yəni PSP dosyasını və game klasörünü içərisində yaratdıqdan sonra toplandı. Görüntülə, bas, kopyala, cihaz alırsan, bir game yapışdır. Bu qədər asandır. Gördüyünüz kimi bu bura yapışır. Bütün oyunların qurulumu belədir. Yəni bütün oyunların, yəni gördüyünüz belə oyunların hamısı belədir. Lakin bu yeni çıxmış məsələn 21 Muhammed 09'un 2027 futbol oyunları, 2026 futbol oyunları, yəni belə deyim də yamalı oyunların qurulumları belə deyil. Bu sırf PSP Google Play'dən yüklədiyimiz PSP'nin özünün yaratdığı sitelərdən biridir. İlk özünün yaratdığı site Emulator Games olub. Orada hər şey daha çox yerində idi. Hər şey daha sürətli idi, daha kaliteli idi. Lakin sonradan onu bəzi cihazlarda bağladılar. Sonra isə Rooms Games, Rams Fun kimi səhifələr Emulator Games'in içərisində olan bütün dosyaları, bütün oyunları özlərinə yükləyib bu sitələrin içərisinə qoydular. Yəni demək olar ki, eyni şeydir, amma Emulator Games'də PSP'nin öz sitesi olduğu üçün əvvəlki, indi mənim cihazımda var, amma bəzi cihazlarda yoxdur. PSP'nin öz sitesi olduğu üçün, yəni orada hər şey daha kaliteli idi. Uzun sözün qısası PES 2014'ümüz bura oturdu game dosyasına. Dobland'a daxil olursunuz. İndi FIFA Street'i görüntüləyə basırsınız. Buradakı FIFA Street'i kopyalayırsınız. Həmən şəkildə cihaz almışsınız. Qayıdıb PSP içərisindəki game dosyasının içərisinə atırıq. Bu qədər asan, hər şeyə baxın belədir. Dedim ki, FIFA Street'in İngiltərə dilindən xarici olaraq dilində olan versiyalarını oynamaq üçün isə Rooms bölməsində, yəni Rooms daha doğrusu PSP Rooms yazanda gəlir bayaqlar FIFA Street'e indirdiyimiz site. Orada axtarış yerinə FIFA Street yazıb şəkilli olan versiyasını götürüb 1.47 olan versiyasını indirib bu dediyim dosyaları əldə edə bilərsiniz. Gördüyünüz kimi dosyamız da buraya yapışdı. Ondan sonra daxil oluruq PSP oyununa, yəni PSP emulatoruna. PSP emulatoruna daxil olduqdan sonra gördüyünüz kimi burada heç bir şəkildə oyun yoxdur. Demolar və bağımsız yapımlara basırsınız və oyunlarımıza əldə edirik. Gördüyünüz kimi baxın burada bütün dillər var. Niderland dili,
Switzerland, yəni İsveç dili, Rus dili, İngiltərə dili və Türk dili. Mən Türk dilində oynayıram həmişə. Yumru, evet. Yumrula. İçində yəni PSP, PES 2013'de de oynayabilirsiniz yani. Onu da unutmayın. Yani PES 2013'de bu şekilde indirebilirsiniz. Diğer ağzıma çeleneklerine ad yazar bura. Biraz sesini ala oyunu. Gördünüz mü? Her şey belə. Bu oyunda ancaq İngiltərə spikeri var. Amma 21 Muhammedin təzə çıxardacağı futbol 2027 versiyasında Türkçə spiker də var. Mən onu da oynayacağım. Kanalımda artıq onun da videolarını görəcəksiniz. Bunun da məlumatını verim. Biləsiniz. İndi keçək bir dənə tez bir şəkildə sizə. Burada bir dənə bir iki dənə ağıllı məqam var. Məsələn, gördüyünüz bu stildə oynamaq istəmirsiniz. Baxın, elə düşünürsünüz. Baxın, bunlar biraz uzaqdılar. Dokunmatik kontrolcü şeyindən bunu düzəldə bilərsiniz. Məsələn, eli gətirib bura qoyub, eli biraz boyunu böyüdə bilərsiniz. Beləcə, və yaxud balacalaşdıra bilərsiniz. Böyüdə bilərsiniz, balacalaşdıra bilərsiniz. Məsələn, baxın, belə bu qədər böyülü elə bilərsiniz. Yəni, öz istədiyiniz kimi hər şey eləyə bilərsiniz. Mən hələ ki, ona əl dəymirəm. İndi bir dənə şəkildə tez FIFA sizə göstərim. EA-in həmin o məşhur əvvəlki səslərini göstərmək istəyirəm. EA Sports B FIFA. Gördünüz mü? FIFA Street 2-də belədir. FIFA Street-də gördüyünüz kimi problemsiz bir şəkildə açılır. Burada yəni zaten keçib FIFA Street-dən necə oynayırlar, FIFA Street-in ən maraqlı yerləri harada, onu da öyrənmək istəyirsinizsə keçib kanaldakı videodan izləyə bilərsiniz dostlar. Uzun sözün qısası dostlar, iki oyunun da yüklənməsini və qurulumunu sizlərlə paylaşdım. Ümid edirəm ki, bu video sizin xoşunuza gəldi və 15-20 like bu videoya atacaqsınız. Uzun sözün qısası dostlar, sağ olun, salamat qalın. Gələn videolarda görüşənə dək özünüzə yaxşı baxın.